D sinifində təhsil alıram. Məktəbimizin yaratdığı sağlam təhsil mühiti bizim daim əla oxumağa və yeni layihələr üzərində işləməyi ruhlandırır. Təbiəti zəhərli qazlardan və tullantılardan qorumaq üçün mən yer dəyirmanı və su dəyirmanı hazırladım. Ölkəmizin zəngin təbiəti həm bol günəşli, həm də küləkli olması, ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün alternativ enerji mənbələri kimi günəş və külək enerjisindən istifadə etməyə imkan verir. Buradan mənim STEM layihələrimdə kömək edən Şahinə müəllimələrimə çox minnətdarlığımı bildirirəm. Burada mən yer dəyirmanı və su dəyirmanı hazırladım. Buradakı kamaz da buradakı bizim sümbüllərimiz yığır. Biz demək, buradakı bu dəyirman, yəni bu əslində mən əsl işləyən deyil, amma məsəl üçün fenlə bura eləsək, buraya yekəpər qorsaq, o fırlana bilər. Məsəl üçün, baxın, bunu belə eləyəndə buradakı sümbül, buradakı robotun qabına tökür və bundan sonra burada kvadrat bir düymə var. Biz bunu basanda qabağa gedir və sonra sola dönür və düz gedir. Sonra sağa dönür. Burada da bizim kamazımız vardı dediyim kimi. Buradakı o sümbülləri bu kamaza doldururuq. Bu kamazda yəni hansısa bir yerə aparır. Ondan sonra bunu qoyduq yerimizə. Bir də buna basanda, biraz gözləyəndən sonra buradakı gördüyünüz kimi burada mıx kimi bir şey var. Bu da fırlandıqca bu mıxa vurur və gördüyünüz kimi belə vurur. Buradakı su belə getdikcə və vurmağa başlayır. Və insanlara kömək etmiş olur. Sağ olun. Gözəl kitab gətirmişəm. 6 rayonun 6'sını da, yəni Gəncə şəhəri və 5 rayon, Sevda xanım Məmmədəliyevanın, bizim hörmətli akademikimizin və bizim hörmətli alimimizin, Nizami Məmmədovun, Moskvada yaşayan həmyerlimizin bu gözəl kitabdır. Bu yaşıl enerjiyə əsr olunub bu kitab. Bu COP29 ərəfəsində çıxıb. Çox maraqlı kitabdır. 3 dildə yazılıb bu kitab. Azərbaycan, Rus və İngilis. Çox maraqlı məlumatlar. Bu kitabların müzakirəsini təşkil ediyor, dəyərli masa təşkil ediyor. Deməli, və özünüz də oxuyun. Bu kitabı isə sizə Nizami Məmmədov və Sevda Məmmədəliyeva göndərib. Ekoloji sivilizasiyanın astanasında yaşıl enerjiyə keçid. Elə adından bəllidir ki, dünyamızın qorunmasına aiddir, gözəlliklərimizin qorunmasına aiddir. Elmi səviyyədə yazılıb, yəni alimləri, dünya alimlərinin belə istinadlarına əsasən yazılmış bir kitabdır. Böyüklər üçündür təbii ki, bir də ki, yuxarı siniflər şagirdləri üçündür. Ekologiyamızı, dünyamızı necə qorumaq lazımdır ki, təbiətimiz elə həmişə gözəl qalsın. Bu kitab sizə göndəriblər 2 alim. Bu gözəl hədiyyəni sizə göndərib Azərbaycandan 2 alim, Nizami Məmmədov və Sevda Məmmədəliyeva. Bu kitab nə kitabdır? Bu kitab bugünün çox vacib bir kitabıdır. İçərisində alimlərin sitatları var. Nəyə aiddir? Kitabın adından göründüyü kimi ekoloji sivilizasiyanın astanasında yaşıl enerjiyə keçid. Dünyamızın qorunmasından, ekologiyamızın qorunmasına aiddir. Çox gözəl dildə yazılıb, 3 dildə yazılıb. Azərbaycan, Rus, İngilis dilində. Və mən hər